Bölgə TV xəbər verir ki, bugün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təmiz hava aylığı çərçivəsində növbəti reydlər keçirib. Tədbirdə Nazirliyin və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları iştirak edib. Reyd zamanı avtomobillər saxlanılaraq ilk növbədə sürücülərin sürücülük vəsiqələri yoxlanılıb. Daha sonra nəqliyyat vasitələrinin egzoz borusuna hava çirklənməsini ölçən cihaz daxil edilərək havaya atılan qazların tərkibi müəyyən olunub. Əgər cihazın göstəricisi normadan artıq çirklənmə aşkar edibsə, sürücülər bu barədə məlumat verilib və qanunvericiliyə uyğun tədbirlər görülüb. Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenant Elvin Hacıyev bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 23 oktyabrdan 23 noyabra qədər Respublika ərazisində təmiz hava aylığı elan edilib. Elvin Hacıyev əlavə edib ki, bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyü, Yol Patrul Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlər davam etdirilir. Tədbir zamanı zəhərli qazlar ixrac edən avtomobillər aşkar olunub və həmin sürücülərə qarşı qanuna uyğun tədbirlər həyata keçirilib. Bildirmək istərdim ki, təmiz hava aylığının keçirilməsində əsas məqsəd nəqliyyat vasitələrindən atmosferə ixrac olunan zərərli qazların qarşısının alınmasıdır ki, həmin zərərli qazlar insan həyat və sağlamlığına, ekologiya, ətraf mühitə ciddi şəkildə təhlükə verir. Və bir məsələni də bildirim ki, atmosferə atılan zərərli tullantıların 88% payı nəqliyyat vasitələrinin üzərinə düşür. Ona görə də hər bir nəqliyyat vasitəsinin sürücüsü və sahibi istismar etdiyi avtomobili texniki cəhətdən saz vəziyyətdə idarə etməlidir. Nəqliyyat vasitəsi texniki cəhətdən nasaz formada idarə edildiyi zaman bu həm tıxacların da yaranmasına gətirib çıxardır, eləcə də bəzi hallarda yol nəqliyyat hadisələrində baş verməsinə gətirib çıxardır. Elvin Hacıyev əlavə edib ki, bu günlərdə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyü, Yol Patrul Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlər davam etdirilir. Tədbir zamanı zəhərli qazlar ixrac edən avtomobillər aşkar olunub və həmin sürücülərə qarşı qanuna uyğun tədbirlər həyata keçirilib. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı isə qeyd edib ki, atmosfer havasının çirklənməsinə səbəb olan əsas mənbələrdən biri də nəqliyyat vasitələrinə atılan zərərli qazlardır. Bu məqsədlə ölkə ərazisində atmosferin mühafizəsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Respublikamızda atmosfer havasının mühafizə olunması üçün mütəmməd olan tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin arasında imzalanmış birgə tədbirlər planına əsasən hər il Respublikamızda təmiz hava aylığı keçirilir. Bildiyimiz kimi bu ildə 2025-ci ilin oktyabr ayının 20-sindən noyabrın ayının 20-sinə olan tarixə qədər təmiz hava aylığı tədbiri həyata keçirilməkdədir. Tədbir amansızlığının keçirilməsi əsas məqsəd avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələrin miqdarının müəyyən olunması, sürücülər barədə inzibati tədbirlər keçirilməsidir. Daha sonra 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı onu da bildirdi ki, inzibati tədbirlə bağlı eyni zamanda sürücülərlə profilaktik maarifləndirmə tədbirləri həyata keçirilir və onlarla söhbətlər edilir. Dilbər Vüqar qızı, Niyaməddin Əşrəfov, Bölgə TV.